Qardaşım, istəsən ki, Allah Subhanahu və Teala sənin etdiyin duanı qəbul etsin, bunun üçün müəyyən şeylər var, görüləsi işlər var. Məlum məsələdir, düzdür? Məsələn, gecə vaxtı dua etmək, gecənin 1/3, yaxud səcdədə dua etmək, yaxud məsələn azan-iqamə arası dua etmək, icabət üçün, icabətin gəlməsi üçün, duaya cavabın gəlməsi üçün müəyyən şeylər var. Sən ona riayət etməlisən. Ədəblərdəndir Allaha dua edəndə. Onlardan biri də İmam İbn Teymiyyə rahimehullah öz İqtida kitabında görün nə deyir. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə duadan qabaq, qabilət dua, və fi vasatihi, duanın ortasında, və fi əxirihi, duanın axırında salavat demək, yəni duadan qabaq, duanın ortasında və duanın axırında Peyğəmbərimizə salavat gətirmək ən güclü səbəblərdən biridir, icabət üçün. Bunu İbn Teymiyyə deyir İqtida kitabında. Səbəblər çoxdur. Deyir, min əqval əsbəb. Ən güclü səbəblərdən biri duadan qabaq qardaş Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat de. Sonra başla dua etməyə. Və ortasında da de. Və qurtaranda, axırında da de. Ən güclü səbəblərdəndir, qardaş.